Allah Resulü sallallahu aleyhi və səlləm insanların ən səxavətlisi idi. Ramazanda daha çox səxavətli olardı. O, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm xeyirxahlığı ilə surətli əsən küləkdən belə daha çox səxavətli olardı. Və bu haqda da İmam Buxari və İmam Müslimin hədisində göstərilmişdir. Abdullah ibn Abbasın, Allah ondan razı olsun, rəvayət etdiyi hədisdə Abdullah ibn Abbas deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm insanların ən səxavətlisi idi. Ramazanda Cəbrail ilə görüşən zaman daha çox səxavətli olardı. Ramazanın hər gecəsində Cəbrail, Allahın ona salamı olsun, Peyğəmbərlə görüşər və onunla birgə Quranı oxuyardı. Yəni ona Quran oxuyardı. Əziz müsəlmanlar, Allahdan diləyirəm ki, bizi bu günlərdə, bu Ramazan ayında daha çox, daha bol-bol salih əməllərə yönəltsin, salih əməllər üzərində etsin.